İndiki ağlım olsaydı mən boşanmazdım. Mən uşaqlarıma ata ilə ana ola bilmirəm. Mən çətindir. Kim nə deyirsə mən uşağıma həm atayam, həm anayam boş söhbətdir. Və başqa adam gəlib sənin uşaqlarına ata olmayacaq. Pis yaxşı öz atası daha yaxşıdır. Doğrudur. Azərbaycanda boşanma dalğası bitəndən sonra mənim hesablamalarıma görə 3-4 ilə yəqin ki bitəcəkdir. Bir çox millətlər bu yolu geri gəlir. Biz bu yolu yeni gedirik. Hay, küy, qaza gəlmək, o tıs yatır. Adam sakitləşməli olur. Və bu boşanma dalğası sakitləşəndə haqqı ilə boşanan qadınları nəzərdə tutmuram. Bir çox haya küyə gəlib boşanan qadınlara xanımın dediyi çatacaqdır. Bunu ya cəsarətləri çatıb etiraf edəcəklər, ya da gecə balınca baş qoyub ağlayanda dərk edəcəklər. Öz gözümlə görməyib, qulağımla eşitməsəydim, yəni bir Allah şahidi olaraq bunu deməzdim. Dağılmayacaq və dağılmamalı olan ailədə xanımın başını necə yeyiblər? Rəfiqələr ki, az boşan getsin, az girət dilə getsin. Dominant, qızını buraxmaq istəməyən analar. Ölməmişik, gərxandayıq. Bu hekayəni necə ifadə edirəm ha? Eyni tonda. Ölməmişik, gərxandayıq. Qızına dəstək məqsəd daşımır ha bu. Yəni ağlı başında olan insanlar bu incə fərqi başa düşürlər. Dəstək başqa şeydir. Dayı qızları, əmi qızları, xala qızları yaxşılarından iraq. Boşan, bacışka, əlin nə icazə vermir? Kluba getməyə, özünə inamsızdır, rədd elə getsin. Sizə qəribə gələ bilər, bu zarafat deyil. Daha ağır misallar çəkə bilərdim. Sadəcə olaraq səhər-səhər ağzımı pozmaq istəmirəm. Axşam çəksəydim bu videonu bəlkə də deyərdim sizə. Bir çox qadın başa düşəcək ki, ər nə idi, kişi nə idi, ata nə idi, övlad-kişi münasibətləri nə idi. Bir çox insan başa düşəcək, amma artıq gec olacaqdır. Çünki yıxılan yuvanı, dağıdılan yuvanı, isti ocağı bərpa etmək hər oğlun, hər qızın işi deyil təbii ki. Bəlkə də bundan sonra hələ evli olanlar, evlənməyə hazır olan xanımlar, kişilər də başa düşəcək ki, nə doğrudur, nə səhvdir. Həyatın reallığı nədir? Bu həyat, əziz həmvətənlərim, gedonist ləzzət üzərindən qurularkən mənəviyyat məhv olub gedir. Bu Antalyada rəfiqə ilə istirahətlə doldurula bilməz. Bu İtaliyada bir partiylə ya da qədək çaxırla doldurula bilməz. Hal-hazırda ideoloji mübarizələr və müharibələr gedir. Buna görə də mənəviyyatdan və ruhun tələbatlarından möhkəm tutun. Əks halda nə olacağını bilirsiniz.